Mübarək Rəcəb ayının 27-si Məbəs bayramıdır. Allah tərəfindən Peyğəmbərimizə 40 yaşında Peyğəmbərlik verildiyi, Peyğəmbər seçildiyi gündür. Yəni, Rəcəb ayının 27-si Allah qatında şərafətli və fəzilətli hesab olunur və 6-cı imamımız İmam Sadiq əleyhissalam öz kəlamında Rəcəb ayının 27-si Peyğəmbərimizə Peyğəmbərlik verilən günü bayram hesab etmişdir və onu üstün, Allah qatında hörmət sahibi olan şərafətli bayramlardan birinin olduğunu qeyd etmişdir. Bəli, bildiyiniz kimi Peyğəmbərimiz həmin gün həm Peyğəmbər seçilir, həm də həmin gün yer üzərinə Allahın ən müqəddəs kitabı Tövratdan, İncildən, Zəburdan, bütün müqəddəs kitablardan ən üstün olan, qiyamətə qədər bizlərə qanun olacaq Qur'an-ı Kərimin ilk surəsi və ayəsi nazil olmuşdur. Peyğəmbərimiz Həra dağında olarkən 40 yaşında Cəbrail mələk əleyhissalam nazil olur, Peyğəmbərimizə rəsmən Peyğəmbərliyini elan eləyir və Peyğəmbərimizə Qur'an-ı Kərimin ilk ayəsini çatdırır, ilk surəsini. İqra Bismi Rabbikəl-ləzi xaləq. Peyğəmbərimizə Ələq surəsinin ilk ayələrini çatdırır və Peyğəmbərimizin özü baxmayaraq ondan qabaq yazıb oxumağı bacarmasa da Allah tərəfindən möcüzə olaraq oxumağa başlayır. Bu hadisə müsəlman dünyasında tanınmış hadisədir. Peyğəmbərin 40 yaşında Allah tərəfindən rəsmən Peyğəmbərliyini elan olunub və Allah tərəfindən Qur'an-ı Kərim nazil olub. Həm Peyğəmbərliyin bayramını qeyd edirik, həm də Qur'an-ı Kərimin Allah tərəfindən bizə göndərilməsinin bayramını qeyd edirik. Həmin gün Rəcəb ayının 27-sində müstəhəbbə əməllər vardır. Birinci əməl həmin gün oruc olmaqdır. Bəli, çox təkid olunmuşdur. Həmin gün oruç tutsunlar qardaşlar və həmin günün orucunun fəziləti barəsində İmam Sadiq əleyhissalam belə buyurur. Hər kim Rəcəb ayının 27-ci günü oruç tutarsa, Allah ona 70 ilin orucunun savabını yazar. 2. Həmin gün qüsül etmək müstəhəbdir. Niyyəti həmişə olduğu kimi Rəcəb ayının 27-sinin Məbəs gününün qüslunu verirəm, qurbətən ilallah demək kifayətdir. 3. İmam Sadiq əleyhissalam tövsiyə eləyir ki, həmin gün Peyğəmbər və onun əhli beytinə, ailəsinə çoxlu salavat göndərilsin. İmam Sadiq ağamız buyurur ki, bu günü oruç tut və Məhəmməd və onun ailəsinə çoxlu salavat göndər. Həmin salavat ki, hər gün onu dilimizdən Allah əskiltməsin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Və bu salavatın özü, mənası, yəni Allahın pərverdigara Peyğəmbər və onun əhli beytinə salamlı, salavatlı, xeyir-bərəkətli, rəhmətli nazil ilə göndərginəm. Amma həmin gün bu salavat daha çox göndərilməlidir. Peyğəmbərimizin Peyğəmbərlik seçildiyi gündür və o salavat artmalıdır. Və bildiyiniz kimi salavat əməlinin özü də Allah Teala Qur'an-ı Kərimdə Əhzab surəsində özünün və Peyğəmbərinin, özünün və mələklərin Peyğəmbərə salavat göndərdiyini qeyd edir. Sonra iman gətirənlərə Peyğəmbərə salavat göndərməyə göstəriş verir. 4. Həmin gün yaxşı olar ki, Peyğəmbərin özünü ziyarət olunsun və həmçinin Həzrəti Əli əleyhissalam ziyarət olunsun. Peyğəmbərimizin özü Mədinə şəhərində mübarək qəbri orada olanlar imkan olsa, Allah lütf eləsin, Peyğəmbərin qəbrini ziyarət etsinlər, həmin gün ziyarətnamələr var, onu oxusunlar. Amma uzaqda olanlar, uzaqdan, elə öz evindən, yaşadığı məkandan üzü qibləyə qalıb Peyğəmbərimizə qısa bir salam verməklə də kifayətlənə bilərlər. Əssalamu aleykə ya Rasulallah və rəhmətullahi və bərəkatuh. O cümlədən Peyğəmbərimizin elminin şəhərinin qapısı olan, Peyğəmbərimizin ən çox sevdiyi şəxs və onun ziyarəti, Peyğəmbər ziyarəti hesab olunan Həzrəti Əlini ziyarət etmək tövsiyə olunmuşdur. Dediyimiz kimi, Nəcəf şəhərində olanlar oradan ziyarət etsinlər, kitablarda ziyarətnamələr var, oxusunlar, amma uzaqda olanlar uzaqdan üzü qibləyə qalıb, Əssalamu aleykə ya əmirəl-müminin və rəhmətullahi və bərəkatuh deməklə kifayətlənə bilərlər. O cümlədən həmin gün İmam Məhəmməd Təqi əleyhissalamdan bir namaz vardır. Məfatihül Cinan kitabında qeyd olunmuşdur. Namazın özünü qılmaq istəyənlər həmin kitaba müraciət eləyə bilərlər. Allah bizləri Rəcəb ayının o əməllərində savab qazanar.